Dərs 26-nın izahına baxaq. Azərbaycanın su anbarları, suvarma kanalları və Xəzər dənizi. Bilirik ki, Azərbaycan quraq iqlim bölgələrində suvarma kanalından istifadə edir. Burada əsas məqsəd əkinçilik üçün, üzüm sahələri, meyvə bağlarının suvarılması üçün yaradılmışdır. Respublikamızın su tutarları yerləşməsinə görə çay məcrasında və məcradan kənarda olmaqla iki hissəyə bölünür. Çay məcrasında dedikdə, yəni çayın üzərində, məcradan kənar dedikdə isə çaydan kənarda tikilir. Amma çaydan ora kanal vasitəsilə su çəkilir. Azərbaycanda süni su obyektlərinin ən böyüyü Mingəçevir su anbarıdır. Mingəçevir su anbarı Kür çayının Bozdağı yarıb keçdiyi hissədə Samux çökəkliklərində yaradılmışdır. Mingəçevir su anbarından kompleks məqsədlər üçün istifadə edilir. Kompleks dedikdə burada həm elektrik enerjisi alınır, həm suvarma, həm axının tənzimlənməsi, balıqçılıq, turizm məqsədi üçün istifadə olunur. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanalları çəkilmişdir. Mingəçevirdən sonra ikinci yeri tutan və kompleks məqsədlər üçün istifadə olunan su anbarı Araz su anbarıdır ki, bu da Araz çayı üzərində tikilmişdir. Bundan başqa Şəmkir, Yenikənd, Varvara, Araz çayı üzərində olan Xudafərin, Tərtər çayı üzərində olan Sərsəng və Suqovuşan su anbarları da çox məqsədli tikilmişdir. Yəni burada yalnız suvarma məqsədi yox, eyni zamanda elektrik, suvarma, balıqçılıq və s. məqsədi üçün tikilmişdir. Respublikamızın müxtəlif zonalarında irriqasiya məqsədi üçün bir sıra su anbarları yaradılmışdır. İrriqasiya bilirik ki, suvarmadır. Quraq ərazilərdə suvarma həyata keçirmək deməkdir. Hal-hazırda yeni su anbarları da inşa edilir. Burada da əsas məqsəd irriqasiya məqsədi daşıyır. Ölkəmizdə olan ən böyük SES-lər Şəmkir, Mingəçevir, Varvara, Yenikənd, Sərsəng, Arazdır. Orta ölçülü Ordubad və Taxta Körpüdür. Kiçik ölçülü SES-lər isə Laçında Güləbird, Kəlbəcərdə Kəlbəcər 1, Çıraq 1, Çıraq 2, Balakən 1, Göyçay 1, eyni zamanda İsmayıllıda, Oğuzda da kiçik ölçülü SES-lər tikilmişdir. Cədvələ diqqət yetirsək, ölkəmizdə olan su anbarlarıdır. Hansı rayonda yerləşdiyi və hansı çay üzərində yerləşdiyi verilmişdir. Diqqət edirik məcradan kənar olan su anbarlarına. Dedik məcradan kənar nə idi? Çayın öz üzərində yaranmır, çaydan kənarda yaradılır. Amma onun suyunu çaydan kanal çəkirlər, onun vasitəsilə su ilə təmin edirlər. Respublikamızın əsas su anbarları xəritə üzrə kənara diqqət yetirsək rəqəmlərlə göstərilmişdir. Mingəçevir, Şəmkir, Yenikənd, Varvara əsas Kür üzərində olan su anbarlarıdır. Araz çayı üzərində olan Araz su qovşağı, Xudafərin, eyni zamanda Qızqalası, Milmuğan, Bəhrəmtəpə su anbarları isə Araz çayı üzərində olan su anbarıdır. Respublikamızda bir də suvarma məqsədi üçün kanallar yaradılmışdır. Kanalların ümumi uzunluğu 50.000 kilometrə yaxındır. Həmin kanallardan biri Samur-Abşeron kanalını misal göstərək, Respublikamızın ən uzun suvarma kanalıdır. Samur su qovşağından Ceyranbatan su anbarına qədər bu hissədə uzanır. Bundan başqa Mingəçevir su anbarından çəkilmiş Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları. Yuxarı Şirvan bu hissədə, Yuxarı Qarabağ kanalı bu hissədə çəkilmişdir və həmin düzlərin suvarılmasında mühüm rol oynayır. Eyni zamanda düzən ərazilərdə şoranlaşmanın qarşısını almaq üçün kollektor drenaj şəbəkəsi qurulmuşdur. Kollektorlar qurut sularının səviyyəsini aşağı salır və torpaqları duzlardan təmizləyir. Drenajlar isə yeraltı suları kollektorlara axıtmaq üçün çəkilən bir qurğudur. Araz ovalığında əsas kollektorlar Baş Şirvan, Baş Mingqarabağ və Baş Bilmuğan kollektorlarıdır. Əsas kanallarımız Samur-Abşeron kanalı,
Samur su qovşağından başlayır. Yuxarı Qarabağ kanalı Mingəçevir su anbarından başlayır. Yuxarı Şirvan kanalı yenə Mingəçevir su anbarı. Əzizbəyov adına kanal Bəhrəmtəpə su anbarından, Baş Mil kanalı Mil Muğan su anbarından, Baş Muğan kanalı isə Bəhrəmtəpə su anbarından başlayır. Yuxarı Qarabağ kanalı yeganə kanaldır ki, su anbarından başlayır və su anbarına tökülür. Xəzər dənizi. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Xəzərin okean və ya digər dənizlərlə birbaşa əlaqəsi yoxdur deyə biz onu şərti olaraq dəniz adlandırırıq. Xəzər əslində göldür. Dəniz olması üçün digər okeanlarla əlaqəsi olmalıdır. Xəzər dənizi Tetis okeanının bir hissəsidir. Yəni qədimdən olmuş Tetis okeanının bir hissəsidir. Xəzər dənizi 10 milyon il əvvələ qədər Qara və Xəzər dənizlərinin yerində Sarmat dənizi olmuşdur. Sonralar Böyük və Kiçik Qafqaz dağları qalxmış, Xəzər isə qapalı su hövzəsinə çevrilmişdir. Xəzər dənizi 47 şimal və 36 şimal enlikləri arasında yerləşir. Xəzər dənizi 5 ölkənin dənizidir. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran 5 ölkənin dənizidir. Azərbaycanla sərhədin uzunluğu 825 kilometrdir. Ən uzun sahil xətti isə Qazaxıstanla aiddir. Xəzər dənizinin sahəsi 380 min kvadrat kilometrdir və şimaldan cənuba 1200 kilometr məsafədə uzanır. Orta eni 320 kilometr, orta dərinliyi 184 metrdir. Ən dərin yeri Lənkəran çökəkliyi 1025 metrdir və okean səviyyəsindən 27 metr aşağıda yerləşir. Xəzərin əsas yarımadaları Rusiyada Aqraxan, Azərbaycanda Abşeron, İranda Miyanqala, Türkmənistanda Türkmənbaşı və Çələkən, Qazaxıstanda Manqıstau buzaçıdır. Adaları Rusiyada Züdev və Çeçen adaları, Azərbaycanda Pirallahı, Çilov, Bakı və Abşeron arxipelağı, Türkmənistanda Oqurçi adası, Qazaxıstanda Kulalı, Suiti, Durnev adaları aiddir. Körfəzləri Rusiyada Qızlar, Azərbaycanda Bayıl buxtası və Qızılağac, İranda Bəndərşah, Türkmənistanda Türkmənbaşı, Türkmən və Qaraboğazqol körfəzləri aiddir. Qazaxıstanda isə Qazax, Manqıstau, Komsomolez körfəzi aiddir. Xəzər dənizinə 130-dan çox çay tökülür. Bunun əsasını şimaldan Rusiyadan Volqa çayı, sonra şimalda Qazaxıstandan Ural və Emba çayları tökülür. Qərbdən Kuma, Terek, Sulak Rusiya ərazisindən, Samur, Kür Azərbaycan ərazisindən tökülür. Cənubdan isə İrandan Qızılüzən, cənub-şərqdən yenə İran ərazisindən Gürcan, Türkmənistan ərazisindən isə Atrek çayları tökülür. Dənizə tökülən çayın əsasının yəni 82% Volqa çayının payına düşür. Xəzər dənizi 3 hissədən ibarətdir. Şimal hissə, mərkəz hissə və cənub hissə. 44 dərəcə şimal enliyindən şimalda olan hissə şimalı, 40 və 44 dərəcə şimal enliklərin mərkəzi, 40 dərəcə şimal enliyindən cənubda olan hissə isə cənub hissəsini əhatə edir. Xəzər mülayim və subtropik iqlim qurşağında yerləşir. Xəzərə daxil olan arktik, mülayim və tropik hava kütlələri də suyunun temperaturuna, duzluluğuna təsir göstərmişdir. Xəzərin şimalında duzluluq 1-2 promil, mərkəzdə 5-10, cənubda 10-13 promil təşkil edir. Ən duzlu hissə Qaraboğazqol körfəzidir. Xəzər dənizinin suyunun temperaturu da şimalda 0,5, qış aylarında 0,5, mərkəzdə 5-10, cənubda 10-12 dərəcə olur. Şimal hissənin temperaturu daha aşağı, eyni zamanda duzluluğu da daha aşağıdır. Xəzər dənizinin əsas problemləri səviyyə tərəddüdü, ekoloji və biolojidir. Səviyyə tərəddüdü dedikdə Xəzərin səviyyəsinin sabit olmaması, dövrü olaraq dəyişməsidir. Yəni sahəsinin böyüyüb və azalmasıdır. Ekoloji problemlər. Bu problemlər Xəzərin sahilində neft-qaz hasilatı, neft daşımaları və bunun nəticəsində yaranan tullantılardır. Bioloji problem isə əsasən antropogen təsirlərin nəticəsində ortaya çıxmış bioloji problemdir. Yəni dənizdəki canlı aləmin azalması və dəyişməsidir.